serialı düzələndə yadva düşür ki, sünnilik nədir, şiəlik nədir? Yox, gələcəklər, hələ indi demək ki, gedəcəklər qəbirlərdən Şah İsmail ilə ondan sonra Sultan Səlimi çağıracaqlar, durun da sən sünni, bizdə şiə, day demək ki, Tehran rejimində şiə tərəfdarıymış və Azərbaycan türkünü də istəyir özünə yapışdırsın güzübillahla. Azərbaycanlılar da şiədir, durub şiəsini. Qeyri Azərbaycanlılar şiə olmuş olsa bir inancıdır, durub demək ki, şiəsini müdafiə edib, durub ərəb dünyası ilə, İslam dünyası ilə bir savaş yoxdur. Necə ki, Yahud milləti ilə bir savaş yoxdur. Necə ki, başqa millətlərlə türkün savaşı yoxdur. Mənim toprağımdan çıx, mənim demək ki, yaxamdan əlini çək, get harada ölürsən, öl, get özün bilərsən. Sən bilərsən, İsrail bilər. Sən bilərsən, Amerika bilər, indi necə qoyub təbkin boğazı var. Axır nəfəs suya kimində nəfəs suyu alacaq, o təsməni yenidən boynuna salacaq, Tula kimin özü sürüyəcək. Necə 100 ildir sürüyübdir, çünki adətiniz budur. Siz bağımsız dövlət, bağımsız millət, bağımsız iradə sərgiləyə bilməzsiniz. Siz kiçik toplumlarsınız, etniksiniz siz. O Amerikalısı da, o Trump'ı da, o Netanyahu'su da, o İngiltere'si de, o birisilər də, Macron'u da hamısı bilir. Bilir boyunuzun razmeri neçədir, əndazəsi neçədir. Amma bu günləri baxırdılar ki, Azərbaycanda, özəlliklə Urumiyədə. Ay Urumiya Kurdistanə, yox Urumiya Kurdistanə, Sulluzla Kurdistanə çıxardıblar. Tabrizlə Kurdistanə. Şət şey eləyərlər sizi. Əlinlə, zırnaqla, necə gördünüz? Əlinlə, zırnaqla. Əzəm müəllim, bir də silah veriblər. Bəli. O sual ki burada yaranır, bu gerçəkdən bu Kürtlər ancaq bildiyimiz kimi yazıq bir millətdirlər. Yazıq bir... Yazıq yoxdur. Eləncə yazıq yoxdur. Erməniyə də bizimkilər deyirlər yazıq. Yox, mən bu baxışdan deyim. İstəyim belə deyim. Əzəm müəllim, niyə başqa dövlətlərin, başqa millətlərin əlində hər zaman alət olurlar? Yəni başqa dövlətlərin, başqa millətlərin, yəni özləri oturub bir fikirləşmirlər. Mən burada bu işi görsəm, səhər mənim savaş çıxar, kökümü yoxlarlar, mən gedim özüm öz torpağımda iddiaya torpağımı eləyib. Bunların demək olar Kürdistan bölgəsində hala onlar da bizim ərazi tarixi torpaqlarımızda hala indi orada Sənəndəzdə bilmirəm 8-də yaşayırlar. Orada Novruz bayramını ötürürlər. O qədər böyük tutmurlar. Gəlirlər Azərbaycanın göbəyində Urmuda bu məsələni qabağa aparırlar. Yəni öz qüdrətlərin, güclərin göstərmək istəyirlər. Ya gerçəkdən yox, bu Fars rejiminə, başqa millətlərə, opozisiyona bir alət təkin burada olublar. Sayın Araz bəy, orada siz söylədiniz, ay yazıq millətə, yazıq deyirlər. Yazıq millətlərə budur ki, alət olurlar. Yoxsa yazıq millət, bunlar hər zaman silahla savaşıblar, terörist işlərə qoyublar. Bunun nümunəsi, örnəsi elə Sulduzdur, başqa şəhərlərdə Urumun özündə. Yazıqlıq budur ki, alət olurlar. Bir gün Amerika dövlətinə alət olurlar, bir gün Suriye dövlətinə alət olurlar, bir gün İngiltərə dövlətinə alət olurlar. Mən yazıq millət dediyimdən bu baxışdandır. Sayın Araz bəy, ən azı 200 ildir bunlar Azərbaycanın güneyində, elə bax bu günlərdə 2015-ci ildən və ondan qabaqda 1915-dən qabaq onu soyqırım yapıblar. Ay 2000 ələlə idilər, Aynə Masuri bir yanlandı, bunlar bir yanlandı filandı. Erməni hər zaman ya Cilo bir yanlandı. Erməni şaka kimin başda olub, Erməni bunun başçıları kimin olub, başda at. Nə yazıq millətdir. Bunların əlində Klaşinkolov olanda gör, bunların əlində silah olanda gör. Yoxsa gəlirlər Azərbaycanda özlərini önlükə vururlar, biz şərpiz kəsənik gəlmişik, acımızdan qırılıq, bizə biraz yer verəsiniz, ondan sonra gəlmişik bazarlarda biraz çitdən, çaydan satar. Bunların nəslini kəsin, bazarlardan bunları qovalayın. Bunlara bir addımda rəhm etməyin. Ay dilənçidirlər, pul ver, çörək yesin, bunlar dirildilər, quyudan çıxarılmış ilan kimindilər? Çünki proje vardı. Bunların noktaları öz əlindədir, arxadan bunları ora ki, bugünlərin yazmayla... Alətdirlər, ancaq bir gün Ərəq tərəfdən, Ərəqin o Bərzani tərəfdən hala o özü bir Kürdür. Adamın bir digər bəlidir, Kürdlə işbirlik aparır. Amma bir gün Suriyə ilə, bir gün bilmirəm Amerika ilə, bir gün İngiltərə ilə, yəni hər kəs dedi, buyurun onlar yox deməyəcəklər, onlara bir alət təşkil olacaqlar. Bunları belənsə Sayın Araz bəy, Erməninin də bir huliyası var idi, 3 dəniz arası, Qaradəniz, Ağdəniz, Xəzər dənizi arası böyük dövlət yaradacaqdılar, daşnaqlar və filanlar. Bu huliyanı da çox deyirdilər. Nə oldu?
Bu günləri demək, hələ bu belə bismillahsıdır. Hələ bu erməni bundan da pis günə qalacaq, hələ. Hələ də bundan pis günə qalacaq. Hələ görəcək demək, hələ nə günlər vardı arxada. Ona görə bunlar da böyük Kürdistan görürlər. Belə başdan da şırım çəkirlər, oradan da. Amma bunlar ya demək ki, demək ki, tərs dönəmə rast gəliblər. Nə dönəm o dönəmdir, nə zaman o zaman. Əjdər müəllim, dönəm 1357 deyil. Ya İran adlanan inqilabın zamanı deyil. Sayın Araz bəy. Ayıqdır, Türk milləti bunlar 1357-də fikr elədilər, gizli bir halətdə bilməm İraqdan, oradan Kürdləri yığıb gəlib Sulduzda bir soyqırım yaradıb, Urumunu ələ keçirsinlər və gizli halətdə hər şey qutulsun. Sonra siz dediniz kimi Xomeyni ilə oturub demokratistan və federalizmdən danışsınlar. Amma indi fərq eləyir. İndi Güney Azərbaycan milləti ayaqdır. İndi Urumunun Təbrizi var, Ərdəbili var, Zəncanı da və bunlar sıx bir-birindən ilgidədirlər. Yəni Kürd əgər belə bir yanlış hərəkətə əl qoysa, bu gerçəkdən bir qorxutma bir mesajı deyil. Bunun nəsli Batı Azərbaycandan kəsilər və Sənəndəzdən, Saqqızdan nə bunlar məcbur olub keçərlər Əraq bölgəsinə, gedərlər öz gəldiyi yerlərə gedirlər. Yəni Kürd milləti bunu daha bilməlidir. O zaman nə 57 olayları deyil. Ay Sayın Araz bəy, indiki zaman nə 57-dir, nə 57-dən qabaqdır, nə Simexo dönəmi, nə filan, nə Şakak dönəmi deyil. O dönəmlər bitibdir. Dalaşmışdılar demək ki, Türk imperiyalarının canına, Osmanlı dövlətinin, Qacar dövlətinin canına ələlər vermişdilər. Başqa imperialist dövlətlərlə, Rusla, İngilizlə, Fransayla ay gəlib və demək ki, Türk imperiyalarının, Türk dövlətlərinin axırına çıxarlar. Türk dövlətlərini demək ki, yerindən yeksan edələr. Və bir tərəfdən bunlar demək ki, nail oldular. İran adlanan yerdə Məmalik Məhrusəni, Qacar dövlətini salıb oğurlayıb verdilər bir quldur dəstəyə. Və onlar da demək bu yüzüldə Türk millətini, Türk dövlətlərini, Türk varlığının canının bəlası elədilər. Amma o demək ki, Anadoluda, bugünkü Türkiyədə Atatürk və silahdaşları bu 100 il içində Türkiyə Cumhuriyyəti dövlətini yaratmaqla, Türk dünyasını bir türlü qorumaqla, o bayrağı dalğalandırmaqla Türk dünyasının o ruhi, o demək ki, o varlığı, tarixi varlığı saxlanıldı. Və bu günləri də Rusiya, Sovet İttifaqı dağıldı getdi. Baxın, o Putinin hayküyünə baxma onu. Ay bir oyun yaradır, özündən bir tiyatrolar çıxardır. Ay Putin güclü, Putin güclüdür. Putin gedib demək ki, Kuzey Koreyadan, Şimali Koreyadan yalvarır. Demək ki, əskər alıb gətirib burada qırğına verir. Putin indi mənzərə baxmanın içində girib qalıbdır. Putindən də güc qalmış. Dayan. Putin təhcə yalvarır ki, Trump onu, Trump da bəzi vaxt bura bax, sizi həddini keçmə. Ki oradan bunu üzüsülü qutarsın. 24 saata, 48 saata tazaydı Ukrayni. Açıq demək ki, dövlətlər açıq deməlidirlər ki, Ukraynada Amerika və Avropa hansı yanlışlığa yol verdilər. Neçə sənə bundan 12 sənə bundan öncə, 20 sənə bundan öncə aldılar nüvə silahlarını verdilər Rusa, qarantor durdular. Ondan sonra o zaman Putin də deyirdi, ay böyük Ukrayna dövləti filan filan. Qarantor dayanmışdılar. Nə oldu be? Və tərk silah elətdirdilər Ukraynanı. Və bu günləri, amma bu gündə bunun çoxusu da Trump'ı şişirdirlər. Başqa maraqlar var bu söhbətlərin arxasında. Amma bağışlar Putin'i şişirdirlər. Putin də bu 3 ildə gördü, yəni bir millət dövləti ilə birləşəndə, iradəsini sərgiləyəndə nə edir? Ukrayna bunu göstərdi. Ukrayna oraya da gəlib sıxmışdı ki, cənab Zelenski ilə 5-6 nəfər dövlət rəsmiləri qalmışdı Kiyevdə və hamı qaçırdı, dayandı və göstərdi, bəli, əliyalın da savaşarıq sənə, Rus imperiyasına, Rusun belin qırdı. Rusun belin qırdı və bu gün də çalışır ki, üzüsülü oradan qutarsın. Əlbəttə, başqa dövlətlərin də maraqları var. Orada maraqları var, kimsə marağından keçmir. Aynən sağ ol, təşəkkür elə deyil. Amma tarix faktlar da faktında qalır. Amma Azərbaycanın güneyində bu günləri Kürdi oradan-buradan dəhmərləyirlər ki, gəlin, keçəcəksiniz ondan Suriyədə və oradan keçəcəksiniz demək ki, İraqda, Ərbil filan, oradan da bir dənə də demək ki, Sinandaşda və demək ki, Sulduzda və demək ki, Batı Azərbaycan, yiyəsizdir Azərbaycanın güneyi. Elə deyil. 40 milyon burada Türk var və bu Türk də siz də söylədiniz. Çağdaş müasir Türkdür. Bilir nədir? Hamı bilir.
Aynen bunun Klaşinkovu var, bunun silahı var, bu pişmərgə, pəsmərgə, tumanı genişli. Elə söhbət yoxdur. O hüquq gəlmədən bu millət qorxası deyil. Türk milləti bu günləri ən güclü dönəmini yaşayır. Yenidən. Bu Türk milləti ayağa qurturdu, Soveti dağıtdı, Balkanlarda öz pısatını vurdu və bu günləri var olan dövlətləri ilə 7 dövlət və plus, istər onun yanında Macaristan da, istər onun yanında Pakistan da, istər Türk dövlətləri bu günləri Türk dövlətləri deyiləndə nüvə silahına sahibdir Pakistanda. Pakistan da hər zaman demək ki, Türk dövlətlərinin kənarında Türkiyə. Ona görə də və Türkiyə NATO'da və Türkiyə bu 1917-ci ilin Türkiyəsi deyir. Ay gəlin demək ki, hərəmiz bitkə qopardaq, boğazları da götürək. Elən söhbət yoxdur bu günləri. Krimi uta bilməzsən. Qaradənizdə uta bilməzsən. Putin də o cəsarəti eləyə bilmir. Və bu günlərdə Amerikası da bilir kiminlə danışır. Və bu günlərdə 7 dövlət, başda Azərbaycan olmaqla, Azərbaycan da 200 ildir Rusun əngin cırıbdır. Biz Rusa qalib gəlmişik. Mən bunu aylardır söyləyirəm. Rusa qalib gəldik. Belə silahla, dəmiri ilə, dümiri ilə. Əcəb eləmişik. İsraildən silah aldıq, mənlə bu tribunlardan həmişə demişəm. Bir də durmuşlar, Huriya tutmuşdu. Gəlin Hamasi, Filistini, Yasir Ərəfat, boş sözdür. Əcəb eləmişik, pulumuzu vermişik, neftimizi vermişik, çölə atmamışıq ki, silah almışıq. İsraildən almışıq, əcəb eləmişik. Erməninin evini yıxmışıq, Rusun boynunu qırmışıq, əcəb eləmişik. Ukraynada da siyasətçilər də deyirlər, bax biz Qarabağdan dərs aldıq. 200 ildən sonra Qafqazlardan, Türkmənçaydan sonra Qafqazlardan Rusu çıxartmışıq. Azərbaycandan ermənini çıxartmışıq, həddini tanıtdırmışıq, həddini bildirmişik. Tehran rejimi də və bunlar da bu gün bilir ki, o Azərbaycanın güneyində İran adlanan yerdə 40 milyon Türk var. Bu 40 milyon Türk bugün bilir ki, bunun dövləti oğurlanıbdır. Bilir ki, bunun demək bir vələdüzüna nəsil, Pəhləvi sülaləsini gətirib bunun dövlətini oğurlayıblar. Bu millət bilmir ki, bu demək ki, parlament yaradırdı, ondan sonra ədalətxana yaradırdı və demokrasi uğrunda savaşırdı. İndi Fars gəlir özünə çıxır və Fars gəldi bunun hamısını məhv elədi. Parlamanı da, cumhuriyyəti də, hər nəyi də. Ay, yenidən bir şah gətirir. Götür Azərbaycanlılara nə olur ki, yenidən deyir, ay, yenidən gəlin bir şah gətirəyin də. Və yaxud demək ki, Xameneyini demək ki, elə ya Trump'un əli, ya millətlərin dünənləri Xameneyi özü deyil. Yıxıb demək ki, bu rejimi salandan sonra onda gəlin də xalq mücahidini gətirəyin də. Nəyə görə? Türk milləti harada belənsə tərs yuxular görüb və görər. Heç belə söhbət deyil. Türk milləti geri sayan millət deyil. Cumhuriyyət yaradıb, parlament yaradıb və biz ona doğru gedirik. Çağdaş, müasir cumhuriyyət, sekular cumhuriyyət. Yox, gedib xortladı gətirəcək ki, hansı bir dənə harada doğulmuş bir dənə Məsud Rəcəvini xalqın da arvadını tutub əlindən alıb, orada bir dənə demək hərəmsara düzəldib, götürüb gətirəcək. Gəsən də Azərbaycana demək ki, Əli yolun göstərə day filan da filan. Nəhsül Bəlağədən, elə Nəhsül Bəlağə oxuyan biri var da var o da. Maliki əşlərlə nəminə Nəhsül Bəlağədə belə deyir. Nəhsül Bəlağə dönəmidir. Dünya görgədir, para çıxır. Əjdər müəllim, çox cəlibdir. Bu Mücahid xalqlərdən danışdıq. Mücahid xalqlər bu 40 ildə ki, vardılar mediaları, güclü mediaları, TV-lər vardı. Bu Azərbaycan Milli Hərəkatının Azərbaycan hər şeyində biləxərə boykot halətində qabağa gedirdi. Çox cəlibdir. Bu Urmu qəziyyəsindən sonra, Urmu açışasından sonra həmən bir dənə Telegram qrupu açdı, yaratdı Azad Azərbaycan adında. Bəli, yaratdı və bunu indi də demokrat medialarında da, TV-lərində də türkü Azərbaycan dilində proqramları başlayıb aparırlar. Yəni bu acaba Türk millətinin bu durumda, bu vəziyyətdə ayaqlığın yuxarıya durub aşağı etiraz elətdiyini göstərir. Fars qrupları, təşkilatları, opozisiyonu çəkilirlər, gəlirlər Azərbaycan Milli Hərəkatına tərəf. Yox, bunların başqa bir fitnələri var gələcəyə. İran adlanan yerdə 1945-ci ildə başqa millətlər və demək ki, başqa inancıda, düşüncədə olanlar Azərbaycandan bir demək gözləyirdilər ki, həm Azərbaycanı azad eləyəcək, bütün İran adlanan yeri azad eləyəcək. Amma Rusların xiyanəti, İngilislərin xiyanəti, Azərbaycanda milli hərəkatı vurması, Azərbaycana başqa vədələr verib sonradan xiyanət etmələri, başda Ruslar olmaqla və Amerikalılar olmaqla Azərbaycanda başqa millətlər də qaldılar, dedilər ki, biz gözləyirdik Azərbaycandan demək ki, biz xeyir görəcəkdik.
Azərbaycanda vurdular demokrasini, milli hüküməti vurdular. Hər şeydə demişlər, onun əksinə çıxdılar. Sonra getdilər başqa millətlərin və xalqların və azadlığın və demokrasinin üstünə. Sonra demək ki, Məhəmməd Rıza bir dənə nə deyirsiniz, quyruğun üstündə oturmuş, səmbərmiş bir ilaha çevrildi. Və Pəhləvi sülaləsinin və bu hakimiyyətin və Fars dövlətçiliginin üzü nə idi, mahiyyəti nə idi, hamısı üzə çıxdı. Və demək ki, 37 sənə, ən azı 37 sənə və 57 sənə Pəhləvi sülaləsi və ardıcıl da dalları icada kimi gətirdilər. Bunlar hamısı Pəhləvi sülaləsinin, bu mallacıqazlar, nöhəxanlar, adam yiyənlər, bunlar hamısı Pəhləvi sülaləsinin bağının məhsuludur. Bunlar hamısı Pəhləvi sülaləsinin cıqqasının tacının altında becərildilər, saxlanıldılar. Demək ki, universitetlərdən, partiyalardan, qəzetlərdən çox bunlar yalancı məscidlər. İndi özləri də getmirlər. Yalandan, oradan böhrə verdilər. Xumeynini Nəcəfə kim göndərdi? Mən göndərdim. Əvvəl Türkiyə, sonra Türkiyədən də oradan Nəcəfə. Nəcəfdə olanda Xumeyninin məsrəflərini kim verirdi? Səddama deyirdi, onun pulunu verir. Məmərza və vaxtı ilə Xumeyni ilə demək ki, məsləhətləşən, həsbül hal edən kim idi? Bu Məhəmməd Rıza, bu Xumeyni ilə, bu Kaşani ilə və yeri gələndə də o Talıqani ilə. Azərbaycana hücum edəndə 21 Azərbaycanda xeyir duasını kim verirdi? Elə həmin demək ki, Kaşani, həmin demək ki, Talıqani Azərbaycanda soyqırımı yapanda Pəhləvi sülaləsi. Bunlar Türk düşmanıdırlar. Hamısı da bir-birini demək ki, təmin edirlər, bir-birini təmsil edirlər. Pəhləvi sülaləsi ilə indiki irticacı, işgəncəgər, necə Pəhləvi dönəmində işgəncə yox idi? Zindanlar, işgəncəkarlar, hamısı onların əli ilə gəlmişdi, abadıdır. Və bunlar da onların davamçısıdırlar. Bu Fars dövlətçiligidir. Ya malla simasında, ya şahsi olsunlar, ya xalq mücahidi olsun, ya ilimli qanat olsun, ya demək ki, Xatəmi gəlsin, ya Pezeşkiyan gəlsin, ya Ruhani gəlsin, fərq etməz. Bunlar eyni adamlardılar. Bir dənə nizamın, bir sistemin, bir dövlətçiliyin adamları və hakimiyyətidirlər. Hamısı ona xidmət edirlər. Baxın Xaməneyinin hər gün oturduğu yerdə görün necə demək ki, bir boynu zəncirli tula kimi o Pezeşkiyan oturur. Hər anda da deyir ki, mən bekarə deyirəm, ağa, əlbəttə sən bekarə deyirsən. Sən kimsən? Sənin bambulu kimin atıblar orada bir də xam adam da özü də Türk hesab edir. Sığırlar da İran adlanan yerdə prezident Türkdür. O biri də nə yapsın? Türkdür, nə karədir orada? Nə karədir? 45 ildir bu nizama, bu sistemə, on minlərcə qızı, uşağı, qadını, qocanı, başqa çeşidli millətlərdən inancda olanları öldürüb işgəncə edib. Bu rejim hələ. Bundan qabaqçı rejimdə o işi görübdür. Ən zadə demək ki, göz qabağında olan Azərbaycanda soyqırım yapılar. Neçə gün içində Azərbaycanda 30 min insanı öldürüblər. Yüz minlərcə insanı cəlayvətən ediblər. Azərbaycanı bərbad edib, talan ediblər. Mən demirəm, bunu Amerikalıların, Douglas'ın yazıları hamısı. Bizim nəsil bunu yaşayıbdır. İndi gətirirlər, hər nə özləri eləyirlər, üstüm yazmalı eləyirlər. Sabah da deyəcəklər də, sabah da çıxacaqlar. Ya Trump, ya nədir, Netanyahu və əsas ya millət bilənləri Xamenei deyir. O xaricdən hücumlar önəmli deyir, millətlər ayağa durar. O bilən sayaqlayırdı, bilir. Amma sabah deyəcəklər ki, hər nə varmış, ondan sonra nə deyirsiniz, işgəncəli, hamısı mallara verildi, mallalar da qaçdı gizlərini, saqqallarını vurdular, əmmamələri götürdülər, kakil qoydular, desə güzəldir. Və yaxud xalq mücahidini gətirir, bunlarda demək ki, mocda, qana aşə qorbə abed şod. Gəlin da, xalq mücahidə gedib, xaricdə gəzib, o da, adı nədir, Məryəm Qəzərəzlənlu, Fransada hansı hamamlarda, hotellərdə çimib, özünü demək ki, parlaq saxlayıb, gətirib gəlmə, ay Azərbaycanlılar, day Azərbaycan dilində televizyon açmışıq. Sənin demək ki, əxlaqiyyatın da bəlli, işin də bəlli, gücün də bəlli. Siz dilənci bir cəmatsınız, Avropiyada çıxdınız, kasa əlinizdə oradan, buradan. Beçərə o uşaqlar ki, cəlayvətən olmuş, onlardan dilənçilik elədiniz, sonra apardınız, verdiniz Xumeyninin əlinə, qırdırdınız, sonra zindanlarda qırdırdınız, sonra qalanqulanını gətirdiniz Əşrəflərdə, o Əşrəf 1-2 İraqda qırdınız, ondan sonra qalanqulanı da indi Təbriz Albaniyada, elə gedə-gedə bunların baxırsan o adamları, o televizyonlarınızda, baxanda deysən, bunlar hansı demək ki, planetdən gəliblər. Bunlar adam, Ocalandan da elə Eybəcər filmə qeyzada vidə düşüblər. Ocalan da baxanda elə bunlara da nə oxşarlıqları var bunların. Məsələ buradadır ki, bu gün İran adlanan yerdə Sayın Araz bəy, ay ki, demək ki, sabahları gələcəklər, salam əleykum. Bu Azərbaycan illərdir biz deyirik.
illərdir deyirik. Başımıza çalırıq. Millət var. Millət. Bu millətdə o ruh var. Bu millət boşuna savaşmır. Bu millət boşuna şəhid verməyibdir. Boşuna səlahiyyətən olmayıbdır. Bu millət demək ki, şuurda oturubdur. İstəhdə oturubdur. Tehrandan gələn, ondan sonra hansı kimsənin oyunbazlığı ilə gələn, hansı etnik qruplar, nə ay Kürd gələcək, ay Kürd əzizdir, Kürd qəhrəmandır, Kürd aynəm zəng